Artıq pul çıxardığınız hər bir bankomat sizin görüntünüzü çəkib saxlayacaq. Bu, ölkədə bankomatların quraşdırılması və istifadəsi ilə bağlı yeni qaydalarda öz əksini tapıb. Mütəxəssislərin fikrincə, banklar qarşısına qoyulan bu tələblər bankomatlar vasitəsilə həyata keçirilən əməliyyatlara nəzarəti daha da gücləndirəcək. Son vaxtlar bankomat istifadəçilərinin məlumatlarının xüsusi üsullarla uğurlanması hallarının artması Mərkəzi Bankı bu qurğuların təhlükəsizliyini gücləndirməyə məcbur edib. Ödəniş kartlarının istifadəsi qaydalarına dəyişikliyə əsasən bütün bankomatların daxilində ən azı bir gizli kamera olmalıdır. İstifadəçilərin görüntüləri isə ən azı 6 ay ərzində saxlanılmalıdır. Bundan başqa bankomata kənar müdaxilənin qarşısını almaq üçün anti-skimmer kimi əlavə avadanlıq da quraşdırılmalıdır. Yeni qaydalarda hətta açıq ərazidə yerləşən bankomatların ətrafının gecələr tam işıqlandırılması da tələb kimi qoyulub. Timlərin monitoring olunması artıq oğru halların qarşısının alınmasına, oğrular başa düşəcəklər ki, bu riskli bir əməliyyatdır. Yəni kimin nəsə əməliyyat etdiyi artıq belə deyək 100% görünəcək. Həmin kamera sizin üzünüzlə eyni səmtdə olacaqdır. Artıq sizin kameranı siz sərbəst şəkildə çəkməsinizə, üzünüzün identifikasiya edilməsinə səbəb olacaqdır. Aparıcı banklardan aldığımız məlumata görə isə bankomata kənar müdaxilənin qarşısını alan anti-skimmer avadanlığı yalnız köhnə bankomatlarda quraşdırılacaq. Çünki bütün yeni modelli bankomatlarda artıq bu avadanlıq var. Hətta bir sıra banklara məxsus bankomatlarda gizli kameralar belə var. Mütəxəssislərin fikrincə, qaydalara edilən bu dəyişiklik bir çox bankları öz bankomatlarının təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirməyə vadar edəcək.